Duz atdım. Deməli, sözünə işləyirəm, mən. Bu xəmirdən biz burger hazırlayacağıq. Belə deyək də, bu iki xəmiri kimidir. Amma şirinliyi az. 1 litr süddür, 200 qram yağdır, 1 çay qaşığı duzdur, 1 xörək qaşığı şəkər tozudur. Xəmiri qəşəng acı tutsun. Yəni, yarım qaşıq da əlavə vura bilərik, 1 xörək qaşığı. Və 1 xörək qaşığı mayadır. İndi bizə o çox mayadan bu balaca paçkadandır. Allah qoysa, aça bilsəm, mayasını da əlavə edəcəm. Yox, açıldı. Bunun hamısını bəli, xəmir mayasıdır. Hamısını qarışdırıb həll olunsun 10 qram. Bir xörək qaşığı silənmə bəs edirik. Biz bundan xəmir yoğuracaq və südü ilıq eləyirik ki, biraz da yağı əldim, yumuşaldırıq. Xəmir qəşəng acısın, tez gəlsin. İçindəki həll edirik. Nə qədər un apardı, çox bərk olmayan yumuşaq xəmir yoğuracaq. Yəni, çox lap yumuşaq yoxdur, yəni ələ yapışmasın, belə deyək. Qəşəng xəmir yoğuracaq. Maya nə qədər vurdunuz müəllimə? 1 xörək qaşığı, 10 qram. Yəni 10-15 qram mayanı vuranda problem yoxdur da, qəşəng acıyıb xəmir şişməlidir. Yəni burgeri xəmri, bu iki xəmri kimi yumuşaq puşna olmalıdır, vazruşna olmalıdır. Nə qədər də un apardı, xəmiri yoğurur. Təxmini 1 kilo 800 qram filan gedir. Yəni xəmir. Amma az istəsəz, onu yarım hissəyə bölə bilərsiniz. Hələ bir 2 stəkan süddür, 100 qram yağdır, 1 xörək qaşığı pesoq. Xəmirimiz tez gələcək. Südüm qəşəng istidir, bu süd istilənir burada. Təmin olunuz sən mənim yandığın ilə. Bir növ belə deyil, şəkər bura xəmiri fason olur. Çox elə biraz, hə. Amma yumurta vurmuruq da, yəni yumurta xəmiri yığmaq üçündür, bilirsiniz. Xəmiri kövrə eləmək. Hə, elə, aşağıdan elə. Tezcə silkələ. Necə eləyirlər? Özbü yox, ələyi. Aha, deyəm bunu. İndi nədir bəy? Hə, sən gələn həftə kim sənə deyib sulu xora yeginə, sulu xora verib ki, bəy? Yox, yəni işləyəndə belə bu fast foodlar ancaq fast food edirəm. Yəni belə normal əsas yeməklərdir. Hə,